Salamlar, sabahınız xeyir olsun. Bu günləri buludlu, bir damcı yağışlı hava göstərir. Yağacaqmı? Hələ ki biraz tək-tək atır. Hələ ki tək-tək atır. Yağıb yağmayacağına mən təbii ki qərarı mənlik deyil. Qurban olduğum yağmağını istəyəcəksə yağacaq, istəməyəcəksə yağmayacaq. Biz sadəcə proqnozu deyirik ki, yəni bu günə göstərib yağış. Amma yağarmı, yağmazmı? O dünənə də yağış göstərirdi, axşama yağdı. Dünən yağdı, amma güclü bir yağışlar. Ümumiyyətlə yay yağışı, daha doğrusu yaz da qutardı, yay gəldi. Biz hələ də yaz deyirik. Yay yağışı belə olur da, yəni bir anda yağır, dayanır və bir anda da quruyur. Ona görə yay yağışına çox aldanmamaq lazımdır. Yəni baxırsan ki, yağış göstərir, başlayırsan biraz su keçirməyən və yaxud da qalın bir şey geyinirsən, islanmayasan və həmin günü pişə-pişə gəzirsən. Çox isti olur, çünki yağış dayanır və birdən çox isti düşür və sən də qaldırsan əynindəki paltarla təkbətək. Buradan dönəydim görəsən. Bu dönək də buradan. Dönək. O tərəfdən dönmədim, ona görə də istəmədim yolun ortasından dönüm. Belə dönərik. Tamam, düşək şəhərə və görək başımıza nə oyunlar gələcək. Baxaq görək, harada tələbat çoxdursa biz o tərəflərdə gedək gözləyək. 28 may metrosunun ətrafında tələbat deyir çoxdur. Düşək onda 28 may metrosuna görək, oradan bizə nə sifarişlər verəcək. Saat hal-hazırda 10'a qalıb. Tıxac yoxdur. Şəhərdə çox zəif yəqin tıxac olar, amma buralarda yoxdur. Və olduqca buludlu bir havadır. Yəni demək olar ki, gün görsənmir. Buradan sağa dönürlər, ona görə keçdim sola. Belə düşək görək başımıza nə gəlir. Videolar baxaq görək necə izlənir. Demək ki, Boşboğaz 1.130 hələ ki izlənib. Təbii ki, siz bu videonu izləyəndə artıq artacaq. Boşboğaz 2.70 izlənib. Boşboğaz 3 də elə təxmini həmin qədər 67-70 izlənib. Videolar hər gün gündəlik çalışacağım maksimum dərəcədə ki, gündəlik olsun. Boşboğaz videosunun əsas mahiyyəti ondan ibarətdir ki, videolar sadə, montajı rahatdır ki, mən tez-tez o videoları paylaşa bilim. Çünki video üstündə, məsəl üçün, normal digər videolardan fərqli olaraq, Boşboğazı mən montaj üstündə çox işləmirəm. Çünki montaj prosesi olduqca əziyyətli. Bəlkə də bu işin ən çətin, indi bu kontent hazırlayanlar bilirlər də. Bu işin ən çətin yeri bəlkə də bu işin montajıdır. Çəkməyə qədər də çətin deyil. Hansısa bir şeyi çəkərsən, bitirərsən, 1 saat, 2 saat vaxtın gedər. Amma o 2 saatı sən montaj eləmək üçün bəlkə də elə olur ki, bir günün elə təkcə ona gedir. Saatların 6 saat, 7 saat bəzən olur ki, üstündə işləyirsən, videonu tam hazır eləyirsən, video hazır eləyəndən sonra yenə baxırsan ki, görüm nəsə problem var, görürsən ki, hə, burada səsdə problem var, bir də təzdən o həmin yerini düzəldirsən, bir də render verirsən və s. və axır, yəni ki, əziyyətli işdəsində montaj işi. Ona görə əgər gündəlik video, sərəzli video istəyirəmsə olsun, məcbur idim ki, bu videoları, hətta intro, outro belə Boşboğazda yoxdur, görürsünüz də. Yəni promo elə videoya necə gəldi girirəm. Bu videolarda intro, outro falan yoxdur. Yəni o qədər sadə eləmişəm ki, çərəzli ilə tez-tez hər gün gəlsin. 8 dəqiqə, 10 dəqiqə, lap olmadı 6 dəqiqə. Baxır da video, yəni mən konkret bir dəqiqə fikirləşmirəm ki, mən bu video gündəlik 15 dəqiqə olacaq, 10 dəqiqə olacaq. Nə çıxar paylaşaram, siz də izləyərsiniz. Təbii ki, yenə deyirəm, sırf bu Boşboğaz videolarının çox izlənməsinin o qədər də istəməm. Yəni onsuz da hər gün paylaşdığıma görə lap 100 belə izlənsə, bu ayda eləyir. Nə qədər eləyir ayda? 30, hər gündə 100 izlənsə, riyaziyyatımız çöktü burada. 3000, bəli, 3000. Ki bir ayda
ən pis halda, yəni 3000 izlənmə deməkdir. Təbii ki, bir videodan da 3000 izlənmə yığmaq olar, amma fərqli videolardan da ümumilikdə 3000 izlənmə yığmaq mənim üçün kifayət eləyir əslində. Təbii ki, o yenə deyirəm, bir videonun üstündə əlləşib daha çox və yaxud da həftəlik deyək, bir həftə bir videonun üstündə əlləşib o hər həftə bir dənə video çıxartmaq da olar. Ki onsuz da o tək bu dəqiqə boş boğaz üstündə işləmirəm. Başqa kontentlər də var, başqa videolarım da var. 3-4 fərqli ideyalarım var ki, hamısı olacaq. Hal-hazırda yəni bir boş boğaz var, bir də gündəlik seriyası var. Gündəlik seriyasında adətən yolda baş verən maraqlı hadisələri paylaşıram, müşahidə elədiyim və kamerama düşən. Amma boş boğazda sadəcə söhbət elədiyimiz, həm söhbət olduğumuz kontentdə hazırlayıram. Ne oldu, aləm dəydi bir-birinin orada. Haydi, evdən çıxanda kafein atmadım, yadımdan çıxdı. Normalda kafeinin tabletkaları olur, onlardan istifadə edirəm. Yəni, kofe içmək üçün bir şeydir, sadəcə tabletkadır, atırsan və kofenin effektini verir də, yəni bədənin kafein ehtiyacını qarşılayır. Mən 200 mg istifadə edirəm bir tabletkada. Mən 200 mg istifadə edirəm. Bəzən səhər çox tez dururam, üzməyə gedəndə, məsələn, bu günləri saat 5-də durmuşdum. Ki, durum gedim, üzüm. Səhər az adam olur, ona görə. Həm də səhər, hava indi yaydır da, hava gün tez çıxır deyə, hava sərin olur, səhər biraz. Velosipedlə gedirəm, üzürəm, qayıdıram və 200 mg bir ədəd, yəni tabletka atıram. O tabletka acaba belə gün ortaya yaxın falan, yəni təsir müddəti az yəni ki 10 saat falan olur da, az olmur, normalsıdır da. Acaba bu saatlarda, məsələn, indi saat 3-ün yarısıdır, saatlarda bir dənə də kafein atmalıyam. Mən də atmadım, yadımdan çıxdı. İndi gərək bir dənə kofe alım içim. Çünki bilirəm ki, birazdan bədənim halsızlaşacaq. Ay, bu yol nəcənə düşüb ha. Yol əvvəl belə döyürüydü, yoxsa mənə elə gəlirdi. Tullana getdi. Belə işlər. Sifariş zəifdir. Çıxmışam. İş zəifdir. Halsızlığımı yəqin ki hiss eləyirsiniz. Axır ki, gəlib düzəltdilər buranı. 2 gündür ki, kanalizasiyanın suyu axır. 2 gündən sonra axır gəldilər, düzəltdilər. Bu vaxtında gəlin, təmir eləyin də. Niyə? Nəcəsin içi ilə gedək axı? Kimə xoş olar ki, nəcəsin içi ilə motosiklet sürsün, velosiped sürsün və yaxud da piyada gəzsin. Maşın başa düşdü ya. Bu motosiklet velosiped elə şeydir ki, bütün hər yerin batır. Özü təmiz su da deyil də, yəni deyərsən ki, təmiz sudur. 2 gün deyə ora Elbaya o vəziyyətdədir. İndi axşam hələ gəliblər oranı düzəltməyə. Mən özüm dəfələrlə görəndə yazıram qaynar. Onsuz Azərsun qaynar xətti işləmir. Azərsun qaynar xətti işləmir. Yəni nə vaxt istəyirsiniz yığın, o 100 neçədir bilmirəm, 189-dur nədir? O qaynar xət yəni işləmir. Nəyə var o qaynar xət bilmirəm. Güclə bir tane WhatsApp nömrələrini tapıram. Hər rayonun da WhatsApp qaynar xətti fərqlidir. Məsələn, Binəqədi, Səbail, Nizami, nə bilim və s. ayrı-ayrıdır. Eləsi var, sağ olsun, yenə cavab verir. Yazırsan, şəklində göndərsən, küçənin adına qədər yazsan ki, burada olub, gəlin düzəldin.
O da gedib o WhatsApp nömrənin gücündən tapırsan da. Bir dənə qaynar xətt olsun. Cavab verin 24 saat həftənin də hər günü. Biz də bir şikayətimizi, bir dövlətə olan şeyimizi bir dilə gətirək, deyək ki, qardaş burada kanalizasiya partlayıb. Mən sənə vergi verirəm. Gəl bunu düzəlt. Mənim küçəmin ortasından niyə nəcis axmalıdır axı?